Analiz verməmişdən öncə müəyyən əməl etməli olduğumuz qaydalar var. 8-12 saatlıq yuxudan sonra ac olaraq sabah saatlarında, səhər çağında analiz vermək ən məntiqli bir tövsiyəmizdir. Çünki hormon analizləri, bəzi elektrolitlər, bəzi minerallar, xüsusən qanda şəkər analizi, bu qlukoz və metabolizmasına aid olacaq analizləri mütləq poza biləcəyi üçün ac qarına verilməyi, klinikaya ac gəlmək daha məsləhətdir. Bəzi analizlər var ki, onlara qidanın təsiri yoxdur. Bəzi analizlər var ki, mütləq sabah saatlarında verilməlidir. Xüsusən hormonal analizlər, cinsi hormonlar səhər saatlarında verilməlidir. Kortizol hormonu səhər saatlarında verilməlidir. Prolaktin hormonu saat 11-dən 12-dən sonra verilməməlidir. Bəzən bu nəticələrə əməl etməyən, qidaya diqqət etməyən, analiz verilən xəstələrdə nəticələr yanlış yorumlana bilər. O baxımdan mənim müraciətim, xahişimiz analizlərə sabah saatlarında ac şəkildə gəlməyiniz lazımdır. Bir önəmli məqamı da vurğulamaq istəyirəm ki, su içmək sizin analizinizə təsir etməz. Bizim bütün bunları nəzərə alaraq beləliklə məsləhətimiz sabah saatlarında analizlərə ac olaraq gəlməyinizə tövsiyə edirik.